Salam, hörmətli dinləyicilər. Gəlin sizdən maraqlı bir həndəsə sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Deməli, şəkildə ABCD bir kvadratı verilmişdir və bu kvadratın daxilinə bir yarımçevrə çəkilmişdir. Yarımçevrənin diametri AD-dir. Həmin deməli yarımçevrənin mərkəzi O nöqtəsidir. FC yarımçevrəyə Y nöqtəsində toxunur. Bucaq CFB alfa olarsa tangens alfanı tapın. Gəlin tapşırığı həll etməyə çalışaq. Maraqlı tapşırıqdır. Biz bilirik ki, kvadratın kvadratın tərəfləri, qarşı tərəfləri paralel və bərabərdir. Yəni DC paraleldir AB-yə. F nöqtəsi də deməli AB parçasının üzərində yerləşdiyinə görə DC paraleldir FB-yə. DC FB-yə paraleldirsə, yəni bucaq FB, daha doğrusu bucaq BFC bucaq BFC bir alfadırsa, onda bucaq DCF də bucaq DCF də ilə alfaya bərabər olar. Bucaq DCF də bu bucaqda bir alfa olar. İndi biz gəlin bu yarımçevrənin mərkəzini deməli yarımçevrənin mərkəzini biz gəlin C nöqtəsi ilə birləşdirək. Sonra biz O nöqtəsini Y nöqtəsi ilə birləşdirək. Sonra biz O nöqtəsini F nöqtəsi ilə birləşdirək. O nöqtəsini F nöqtəsi ilə də birləşdirdik. Deməli, bilirik ki, şərtə görə Y nöqtəsi toxunma nöqtəsidir. Deməli, D nöqtəsi də toxunma nöqtəsidir. Onda DC və YC toxunanlar. DC və YC toxunanlarlar. Deməli, DC kvadratın tərəfinə DC-yə bir A desək, kvadratın tərəfinə DC-yə bir A desək, onda YC də bir A-ya bərabər olar. Çünki hər ikisi toxunandı və çevrənin xaricindən çəkilmiş nöqtədən çevrənin xaricində götürülmüş nöqtədən çevrəyə çəkilən toxunanlar bərabərdir. DC bərabər olar YC-yə. DC bir A-dırsa və o da AD-yə bərabərdirsə, o da yarımçevrənin mərkəzidirsə, yəni kvadrattırlar bunlar. Yəni kvadrat tərəflər bir-birinə bərabərdir. DC də AD-yə bərabər olduğuna görə və o da yarımçevrənin mərkəzi olduğuna görə onda DO A/2 olar. Burada A/2 olar. A/2 olar. Digər tərəfdən OA yarımçevrənin radiusu olduğuna görə OA yarımçevrənin radiusu olduğuna görə O bərabərdir, OA bərabərdir OY-yə. Yəni o da A/2 olar. O da A/2 olar. İndi biz demişdik ki, bucaq DCF bərabərdir BFC-yə. Bucaq DCF-ə bir alfa demişdik. Dedik ki, DC və YC toxunanlardırsa, onda OC bucaq DCY-nin onda OC bucaq DCY-nin deməli tən bölənidir. Bucaq DCY-nin tən böləni OC-dir. Niyə? Çünki toxunanların kəsişmə nöqtəsindən çevrənin mərkəzinə çəkilən düz xətt və ya çevrənin mərkəzinə birləşdirən düz xətt və ya parça həmin deməli bucağın nə olur? Tənbələn olur. Yəni həmin bucağın tənbələn olur. Deməli OC DCY bucağının tənbələnidir. Onda biz bucaq DCY-yə bir alfa demişdiksə, onda bu bucaq olar bax bu bucaq olar alfa/2. Onda bu bucaq da alfa/2-dir. İndi üç bucağın iti bucaqlarından biri alfa/2-dirsə, digər bucaq 90 çıxaq alfa/2 olar. Yəni bu bucaq. İndi biz şəkilə əsasən görürük ki, AF və FY də deməli toxunanlardır.
AF və FY də toxunanlardır. Onda OF özü tənböləndir. OF də tənbölən olar. OF də tənbölən olar. Digər tərəfdən biz baxsaq BFC bucağına, BFC bucağına. BFC bucağı bir alfaya bərabərdirsə, yəni BFC bucağına qonşu olan bucaq AFC bucağıdır. Onda AFC bucağı 180 minus alfa olar. O zaman OF tənböləndirsə, yəni OF nəyin tənböləndir? AFC bucağının tənböləni yaxud da AFY bucağının tənböləni. O zaman OF tənböləndirsə bu bucaq olar 90 çıxaq alfa bölü 2. Burada olar 90 çıxaq alfa bölü 2. Çünki nə üçün? Dedik ki, AFC bucağı 180 çıxaq alfa olar. OF də tənbölən olduğuna görə bu hər bir bucaq 90 çıxaq alfa bölü 2 olur. Yəni bucaq AFO 90 çıxaq alfa bölü 2, eləcə də bucaq OFY 90 çıxaq alfa bölü 2 olur. İndi biz diqqət eləsək OYF düzbucaqlı üçbucağına, iki bucağın biri 90 çıxaq alfa bölü 2-dirsə, o birisi alfa bölü 2-dir. Bu bucaq olar alfa bölü 2. İndi biz diqqət eləsək görürük ki, yaxud daha doğrusu ki, aldıq ki biz digər tərəfdən biz DC-yə biz bir A demişiksə, onda CB də bir A-dır. Bunda bir A-dan işarə eləyək. CB də bir A-dır. Davam edirik. Deməli, biz gördük ki, üçbucaq OFY ilə üçbucaq OFY üçbucaq OYC oxşar üçbucaqlardır. Bir də deyirəm, üçbucaq OFY ilə üçbucaq OYC oxşar düzbucaqlı üçbucaqlardır. Oxşar düzbucaqlı üçbucaqlardır. İndi diqqət eləsək, üçbucaq deməli OYC-də alfa bölü 2-nin qarşısında, yəni dayanan tərəf A bölü 2-dir. Yəni OY bərabərdir A bölü 2-yə. 90 çıxaq alfa bölü 2-nin qarşısında dayanan tərəf, yəni YC bərabərdir A-ya. İndi kiçik düzbucaqlı üçbucaqda, yəni üçbucaq OFY-də 90 çıxaq alfa bölü 2-nin qarşısında, yəni OY-nin qarşısında, yəni böyük tərəf nəyə bərabərdir? A bölü 2-yə. Onda kiçik tərəf, yəni FY bərabərlər A bölü 4-dür. Nə üçün? Nə üçün belədir? Böyük bucaqda deməli, böyük düzbucaqlı bucaqda deməli kiçik bucağın qarşısındakı tərəf A bölü 2, böyük bucağın qarşısındakı tərəf isə A-dır. Yəni kiçik bucağın qarşısındakı tərəf böyük bucağın qarşısındakı tərəfdən 2 dəfə kiçikdir. Bunlar da oxşar üçbucaqlar olduğuna görə kiçik üçbucaqda, düzbucaqlı bucaqda OFY düzbucaqlı bucağında OY A bölü 2-dirsə, yəni böyük bucağın qarşısında dayanan tərəf. Onda kiçik bucağın qarşısında dayanan tərəf, yəni FY A bölü 4 olur. Ondan 2 dəfə kiçik olar. O zaman biz yazırıq ki FC bərabərdir FY üstə gələk YC. O da bərabərdir. FY-ni biz A bölü 4 tapmışıq. YC də A-dır. YC də A-dır. O da bərabərdir. A-nı vurub 4-ə yuxarı qaldırsaq, olar A üstə gələk 4A bölək 5. O da bərabərdir 5A bölək 4. Yəni FC-nin biz FC-nin 5A bölək 4 olduğunu aldıq. İndi biz üçbucaq deməli FBC-dən Pifaqor teoreminə görə yaza bilərik ki, FB bərabərdir FC-nin kvadratı çıxaq CB-nin kvadratı. O da bərabərdir. FC nəyə bərabərdir? 5A bölək 4 kvadrat çıxaq CB, yəni nə? A.
kvadrat. Bu da bərabərdir. Buradan yazırıq ki, 25 a kvadratı bölək 16 çıxaq a kvadratı. Bunu da a kvadratın 16'ya vurub yuxarı qaldırsaq 25 a kvadratı çıxaq 16 a kvadratı bölək 16. Buradan da alarıq ki, 25'dən a kvadratın 16 a kvadrat çıxanda qalır 9 a kvadratı bölək 16. Buradan da alırıq ki, 9 a kvadratından 3a çıxır, 16'dan 4 çıxır. Aldıq ki, FB 3a bölək 4'ə bərabərdir. FB-nin 3a bölək 4 olduğunu aldıq. FB-nin 3a bölək 4 olduğunu aldıq. İndi biz buradan yaza bilərik ki, 5-ci tangens alfa bərabərdir CB bölək FB. CB-nin nisbəti FB-yə. Bu da bərabər CB 1A-dır. FB də 3a bölək 4'dür. Bu da bərabər də A vuraq. Tərsinə 3a vuraq 4'ə. 3'də 4. Demək 4 bölək 3a-ya. Bunlar da A-nın A gedər qalar. Deməli 3'də 4. Yəni biz tangens alfanı soruşurdu bizdən. Tangens alfa nəyə bərabərdir? 3'də 4'ə bərabərdir. Bu isə C variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.